16 yaşında mağaza açdım və batırdım. Qulaqda biraz maraqlı səslənir. 16 yaşında mağaza açmaq. Bu videoda özüm olacağım. Yəni necədirsə onu danışacağım və onu bildirmək istəyirəm ki, burada bir motivasiya spikeri kimi danışmıram. Burada sadəcə yaşamış, görmüş bir gənc kimi bizneslə bağlı öz fikirlərimi bildirəcəm, öz fikirlərimi bölüşəcəm sizlərə. Mənim 15 yaşım olanda mən onlayn bizneslə məşğul oldum, onlayn satış edirdim, onlayn məhsul satış edirdim. Mən onlayn satış işinə başladıqda mənim 15 yox, 12 yaşım var idi. 12 yaşından onlayn məhsul satırdım Instagram üzərindən. Və il ötdükcə, yəni 12 yaşımda düzdür, mən biznes satış etdikdə, məhsul satdıqda böyük miqdarda gəlir əldə etmirdim və yaxud da böyük miqdarda yatırmamışdım bir işə. Yəni sizə belə məsəl çəkə bilərəm ki, məsələn 100 manat, 200 manatlıq büdcəm vardı, onunla satış edirdim. Onunla mən ilk dəfəsində işə başlamışdım. 12 yaşımda özüm üçün onlayn hədiyyə düzəldib satırdım evdə, Instagram üzərindən. 13 yaşımda, 14 yaşımda, artıq 15 yaşımda, 15 yaşıma qədər heç vaxt mən biznesdə batırmamışam. 3 il davam etmişəm biznesdə, heç vaxt biznesdə uğursuzluq əldə etməmişəm. 3 il biznesdə gəlirlərimi artıra, məqsədlərimi daha da artıra, mən 3 il istədiyim yerə qədər gəlib çatmışdım, istədiklərimə də nail olmuşdum demək olar. Demək olar ki, artıq mənim 15 yaşım vardı, mən ilk mağazam açmışdım Targovda. Və Targovda açmaq məqsədim də o idi ki, mən hər zaman biznesimi daha uğurlu bir yerdə görmək istəyirdim. Məsələn, mən kənar yerlərdən çəkinirdim, üst segmentdə bir biznes qurmaq istəyirdim. Yəni elegant görünməyini istəyirdim. Onun üçün də mən şəhərimizin ən gözəl yeri olan Targovunu seçmişdim. Targovda mən mağaza açmışdım ilk dəfə 15 yaşımda, bəli. 15 yaşımda mağaza açmışdım dedikdə vitrin. Molun içində birinci mərtəbəsində mən vitrin götürmüşdüm. Polka deyək də belə. Və orada da bir ildən çox satış etdikdən sonra artıq 16 yaşımda mən öz şəxsi mağazamı açdım içəri şəhərdə. Mağazanı açdıqdan sonra isə mənim mağazam batdı. Və mənim mağazam batdıqdan sonra mən onu düşündüm ki, yəni uduzmuşam. Uduzdum. Və uduzdumsa mən məğlub olduğumu düşünmədim. Əgər uduzmuşamsa demək artıq mən oyunun içindəyəm. Mən belə düşündüm və bu məqsədə irəlilədim. Mağazamı batırdıqdan sonra onlayn şəkildə davam etməyi düşündüm. Dedim ki, mağaza bəlkə də uğurlu olmaq olardı. Mağazanı işlətmək olardı, filialları çoxaltmaq olardı, eləmək olardı. Amma ki, həm yaşımla bağlı deyək, həm təcrübəsizliyimlə bağlı deyək, mən orada o mağazanı uduzdum, itirdim mağazanı. İnsan bir şey əldə etdikdən sonra, məsələn deyirəm ki, mən sizə telefondan məsəl çəkim. Məsələn, mən yeni çıxmış son model bir telefon almaq istəyirəm özümə. O telefonu alana kimi o telefon mənə çox maraqlı gəlir. Amma o telefonu aldıqdan sonra, artıq o telefonu işlətdikdən sonra istərsəniz məndə biraz o telefona maraq ölür. Yəni mağazanı açdıqda da elə. İnsan mağazanın açına qədər çox həvəsli gəlir, həddindən çox həvəsli gəlir. Mağazanı açmaq istəyirsiniz və artıq o uğura nail olduqdan sonra, onu əldə etdikdən sonra insana bir güvən hissi gəlir. Yəni deyir ki, mən bunu elədimsə, mən artıq bunu bacardımsa, yenə də bacararam, məndən yoxdur. Və o insana gələn təkəbbürlük insanı uçuruma qədər də götürə bilər. Mən bunu denədim, mən bunu sınadım və bunu mən gördüm ki, insanın əlində nələri də olsa, bir yox 5 mağazası belə olsa, insan yenə də təkəbbürlü olmamalıdır. Yenə də nədənsə insanın məncə həyatda saxlayan əsas təməllərdən biri qorxudur. Yəni insanın məncə biraz da olsa bəzi şeylərə qorxusu olmalıdır ki, insan ayaqda qala bilsin. Təbii ki, risk almaq çox gözəl bir şeydir. Mən hər zaman risk almışam. Mənim risk alanda 13 yaşım var idi. Desəz ki, nə risk aldın? Yəni mən əlimdə olan, özümün yığdığım, məsəl üçün 150 manatı, mən onu gedib öz istədiyim bir oyuna da xərcləyə bilərdim, bir geyimə də xərcləyə bilərdim. Mən amma risk aldım. O 150 manatla özümə biznes qurdum, iş qurdum. 150 manatı getdim, yatırım etdim. Məsələn deyirəmsə 15 dənə gün eynəyi aldım. Mən o gün eynəyi alanda 15 dənə gün eynəyi mənim üçün çox idi. Yəni mən onu düşünə də bilərdim ki, satmasam nə olacaq, mənim 150 manatım batacaq. Yəni risk almaq belə bir şeydir. Amma mən özümə güvənirdim. Öz düşüncəmdə düşünürdüm ki, məncə mən bunu bacaracağam. Ən azından da bacarmasaydım, 13 yaşımda belə mən bunu dərk edirdim ki, ən azından da mən bacarmasam da yenə də bir təcrübə qazanmış olacağam. Əslində bizi bugünkü gündə mənə ayaqda saxlayan təcrübələrimdir.
təcrübə qazanmağa çalışmaq lazımdır. Əsasən pul qazanmaqdan daha çox təcrübə qazanmağa çalışmaq lazımdır. Təcrübəli insan gec-tez o pulu qazanacaq, amma əsas olan təcrübəni qazanmaqdır. Təcrübəsiz bir şəkildə mən məsələn bu gün bir restoran açmaq istəyirəm, tutalım. Mənim restoranla bağlı heç bir təcrübəm yoxdur. Mən gedib o restoranı açsam, %100% deyirəm ki, mən o restoranı batıracam. Amma mən restoranı açmadan əvvəl 1 il, 2 il, 3 il mən restoran sistemində işləsəm, sonra gedib o restoranı açsam, artıq mənim təcrübəm olsa, mən təbii ki, o restoranı batırmaram. Və biznesdə belədir. Onun üçün ilk öncə bir işə girmədən öncə düşünürəm ki, onunla bağlı təcrübə qazanmaq lazımdır. Ondan sonra işə girmək lazımdır. Düzdür, mən heç işləmədən, eləmədən bu təcrübəni mən uduzaraq öyrəndim. Mağazamı uduzdum. İtirdiyim mənim həqiqətən çoxlu pullar itirdim. Məsələn, dəfələrlə oldu mən mağaza götürdüm. Mağazanın remontunu olsun, mağazanın təmirini olsun, hətta artıq çox pul xərclədim və bu pulları xərclədikdə mənim nə 20, 25, 30 yaşım yox idi. Mənim 16, 15 yaşım var idi. Bu yaşlarda mən bu pulları xərcləyirdim. Təbii ki, mənə TikTokda mən öz videolarımı paylaşıram bizneslə bağlı. Mənə videolarımı girib izləsəz kommentariyalara görəcəksiniz. Mənim şəxsimə də çoxlu mesajlar gəlir ki, və dəstəksiz bu mümkün deyil. Sən dəstəyin var, dayda şotun eləmsən, nə bilim atan sənə dəstək olub, o dəstək olub. Yəni bəli, atam mənə dəstək olub. Amma maddi cəhətdən yox. Mən maddi cəhətdən heç vaxt dəstək götürməmişəm. Götürməməyimin də səbəbi özümün istəməmək olub. Çünki mən düşünürəm ki, mən kimdənsə maddi dəstək alıb o işi qurduqda, artıq o işi yenə də özüm nəyəsə nail etmiş olmuram. Düzdür, belə bir fikir də var ki, bunu da sizə demək istəyirəm ki, bəzən elə bir şey olur ki, insanın əlində 100.000 manat olur məsələn, amma onunla heç bir iş görə bilmir. Bəli, pul hər bir şey deyil. Əsasən bu pulu idarə etməyə bacarmaq lazımdır. Amma yenə də mən öz məqsədim elə idi ki, heç kimdən dəstək götürmədən, maddi dəstək götürmədən özüm öz ayaqlarım üstə qalxıb biznes qurmaq idi. Təbii ki, ailəmin mənə çox dəstəyi olub, mənəvi cəhətdən hər zaman yanımda olublar. Onun özü də çox böyük bir şeydir. Düzdür, insana inanan insan olduğu qədər də inanmayan insan olmalıdır. Çünki o inanmayan insanların sizdə artırdığı rəqabət hissi sizi həqiqətən də deyirəm ki, çox böyük bir zirvəyə çatdıra bilər. O həqiqətən düz məsələdir. Mən onu sınayıb görmüşəm. Həqiqətən də mənə kimsə bacarmayacaqsan, eləyə bilməyəcəksən, satışın olmayacaq deyəndə mən əksinə həvəsdən düşməkdənsə, mən həvəsə gəlirdim ki, mən bu məhsulu satım və onu sübut edeyim ki, mən bunu satdım. Mən hər zaman bu fikir üstündən irəliləmişəm. Qeyd etdiyim kimi, mağazada açdım, mağazada batırdım. Bunların hər biri mənim üçün bir təcrübə idi. Online davam eləməyə çalışdım və online davam elədim. Bugünkü gündə də bir çox online saat mağazasının rəhbəriyəm. Saat mağazalarını idarə edirəm online. Çoxu mənim öz adım Kuliyev Lüksdür, öz mağazam zaman. İlk dəfədən elə soy ismimlə, soy adımla açmışdım online səhifəmdə. Düzdür, hal-hazırda mənim adımda olmayan bir çox səhifələrin də rəhbərliyi mən edirəm, onların da satışını mən edirəm. Hal-hazırda demək istədiyim açıq olan saat işi ilə məşğulam, digər işlərim düzdür, başqa bizneslərlə də məşğulam, başqa satışlar da edirəm online və əsasən mənim sevdiyim, satışın etməyini sevdiyim məhsullar belə aksesuar tipli məhsullardır. Niyəsini soruşsaz, aksesuar tipli məhsullar elədir ki, onları sezonu yoxdur məsələn. İstədiyiniz vaxt sata bilərsiniz. Düzdür, gün eynəyə falan çıxmaqla saat olsun, qolbaq olsun, boyunbaq olsun. Belə şeyləri mən satmağa daha çox həmişə tərəfdarı olmuşam hər zaman. Elə məhsullar satmağı daha çox sevmişəm. Hər zaman da elə məhsullar satmışam. Hədiyyəli məhsullar satmışam. Düzdür, onlar sezonluq məhsullardır. Onlar yalnız bayram günləri mən daha çox satış edirdim. Digər günləri elə satış edə bilmirdim. Buradan onu demək istəyirəm ki, həqiqətən yaşın heç bir fərqi yoxdur. Bir məqsədiniz varsa, onu həyata keçirmək üçün özünüz çaba göstərməlisiniz. Heç kimdən dəstək gözləmədən, ay mən gözləyim, biri mənə dəstək olar, mən bu uğurumu həyata keçirdərəm, bu fikrimi həyata keçirdərəm. Onda siz demək səhv düşüncədəsiniz. Heç nəyə də nail ola bilməyəcəksiniz. Əlinizdə çox az büdcə də ola bilər, çox az. Mənim başıma da gəlib, mənim əlimdə elə vaxt olub ki, məsələn, bir dəfəsində batırmışdım, demək olar. Demək olar ki, bəli, batmışdım. 2-3 ədəd saadım qalmışdı. Hardasa 70 manatlıq saadım qalmışdı. Mən o 70 manatı özüm online satış eləyə 2000-3000 manata qədər artırmışdım və əlimə maya əldə edib
yenidən biznes qurub böyütmüşdüm.